Bugün bizim növbəti bazar günü ibadətidir və bazar günləri toplaşdığımıza görə həmin bu ibadət gününə bazar günü ibadəti deyirik. Lakin bizim Rəbb Allaha etdiyimiz ibadət ancaq bazar günü ilə kifayətlənmir. Bizim digər günlərimiz də var, hansı o günlərdə biz ibadətləri keçirdirik və ibadətlərimiz həftə ərzində də davam edəndir. Amma ibadətlər barəsində danışmamışdan öncə istəyərdim vacib olan bir fikri sizə çatdırım və vacib olan bir ayəni çatdırım ki, Rəbb Allah bizi özü ilə canlı və diri ünsiyyətə dəvət edir və fikirləşirəm bu daha vacibdir. 1-ci Korinfillər məktubunda 1-ci fəsil 9-cu ayə diqqət yetirək. Sizi oğlu Rəbbimiz İsa Məsihlə şərik olmağa çağıran Allah sadiqdir. Allaha etdiyimiz ibadətləri keçməmişdən əvvəl istəyərdim məhz bu ayə diqqət yetirək ki, Rəbb Allah bizi özü dəvət edib, öz oğlu Məsih İsa ilə şərik olmağa. Və burada çox maraqlı bir söz var, hansı ki, çox diqqətimi cəlb edir. Allah sadiqdir. Və bizim Allah ilə canlı və diri ünsiyyətimiz məhz Allahın sədaqətində köklənirdi. Və Allahın sədaqəti bu onun kimliyindən irəli gəlir. Yəni Allah kiməsə sadiq və kimə isə qeyri-sadiq, kiməsə diqqətli, kiminsə həyatı ilə maraqlanan kimi deyil. Allah özü o etibarlıdır, o verdiyi sözə sadiqdir və o dəyişilməzdir. Ərçən ki, insanlar dəyişilə bilər, düşdüyümüz mühitlər dəyişə bilər, bizim ola biləcəyimiz şərait dəyişilə bilər, hətta hisslərimiz dəyişilə bilər. Amma Allah haqqında müqəddəs kitab bizə öyrədir ki, o dəyişilməyib. Və o da dəyişilən Allah deyil. Maraqlıdır. Müqəddəs kitabın bütün səhifələrində bizə verilən nümunələr bundan ibarətdir ki, Allah sadiqdir, Allah etibarlıdır, Allah bol məhəbbətlidir. Və Allah ilə ünsiyyətə dəvət almış bizlər, Allah haqqında bunu eşidəndə biz bilirik kiminlə ünsiyyətə dəvət edilmişik və bizim Allaha etdiyimiz ibadətlər qeyri-müəyyən deyil və qeyri-müəyyənlik də yoxdur. Oradakı ibadət etdiyimiz şəxs görəsən indi mənim üçün vaxt ayırır? Görəsən mənim etdiyim ibadətlər və Allah qarşısında mənim rastlaşdığı, məni narahat elədiyi məsələlər barədə dua edəndə o məni dinləyir? O sadəcə dinləyir, yoxsa mənə çıxış yolları göstərir, yoxsa ki mənə məsləhət verir? Allahın mənə olan münasibəti nədir? Və mən deyirəm, bizim Allaha etdiyimiz ibadətin kökündə bu fikirlər mütləq şəkildə dayanır və bizim üçün güclü və etibarlı zəmin yaradır. Allahın huzuruna gəlməyə tələsmək. Allah ilə ehtiyaclarını bölüşmək və deyirəm, biz ancaq Allah ilə öz ehtiyaclarımızı bölüşən deyilik, Allahla sevincimizi də bölüşürük. Allah ilə gündəlik rastlaşdığımız məsələlər barəsində də danışan insanlarıq və bizim Allaha etdiyimiz dualar o sadəcə əzbərlənmiş və təkrar olunan sözlər deyil axı. Biz Allah ilə söhbət edirik. Maraqlıdır, hə? Bizim Allaha etdiyimiz dualar bu söhbətdir. Sadəcə gözəl, seçici sözlərdən istifadə etmək istəmirik. Və müqəddəs kitab da bunu bizi çağırmır ki, biz gözəl və seçmə sözlərdən istifadə edək. Və bəlkə kimlərsə bunu edirsə və yaxşı qabiliyyəti olan, bacarığı olan şeirlərlə, yaxud da gözəl cümlələrlə Allaha ibadət edirsə, mən deyərdim, əhsən, afərin. Allah isə bunu istəmir. Allah üçün vacib olan bizim ona səmimi, açıq müraciətimizdir. Bu daha vacibdir, nəinki seçmə, bəzədilmiş, gözəl səslənən sözlər. Müqəddəs kitab bizə bunu çağırır ki, biz Allah ilə bu cür, bu tərzdə ünsiyyətdə olaq. Səmimi sözlər deyək, sadə sözlər deyək, ürəyimizdən gələni onunla bölüşək və o bizə yar olandır. Çox maraqlı sözdür. Allah bizi Məsih İsa ilə şərik olmağa çağırıb. Bu da necə maraqlı sözdür. Onunla bölüşmək, onunla paylaşmaq, ortaq olmaq. Və bilirsiniz, ortaqlıq haçan başlayır? Haçan biz icazə veririk. Doğru başa düşün dediklərimi. Haçan biz icazə veririk ki, Allah bizim həyatımızda təsirini göstərsin.
Nə qədər insan bunu edə bilmir? Nə qədər insan sanki ofsunlanırlar öz arzu və istəkləri ilə, öz hissləri ilə sanki belə qalaya düşüb orada qalıb çıxa bilmirlər və onlar imkan vermirlər ki, Allah onlara öz xoş niyyətini, öz xoş istəyini versin və bildirsin. Özünüzü arzularınızın və hisslərinizin məhbusu etməyin. Nə qədər insan bundan əziyyət çəkir və sonra Allah məni eşitmədi. Allah mənə beganədir deyərək məyusluğa düşürlər. Məgər Allah istəyir ki, ona aid olan insanlar məyus olsunlar? Qətiyyən yox. Allah sadiqdir və biz bunu öyrənirik. Allah sadiqdir və Allah nəinki bütün bəşəriyyətə sadiqdir, mən deyərdim bunu fərdi insanlara da aid edilir. Allah sənə sadiqdir. Və hər birimiz o sözü özümüzə götürdükdə deyirik, Allah mənə sadiqdir. Və biz bu fikir ilə Allaha ibadət etdikdə öyrənirik ki, sadiq olan Allah bizi dəvət edib onunla ortaq yaşamağa, birgə yaşamağa Allah tərəfindən dəvət almışıq. Və bu birgə yaşamaqdan ötəri lazım olan budur. Allaha yer ver öz həyatında. Necə Allaha yer verə bilərik həyatımızda? Və bu sözlər kifayətdir. Mən deyim ki, ay Allah, qurban olaram sənə, yer verirəm sən öz həyatımda. Əgər bu kifayətsə, gəlin bu sözlərdən istifadə edək. Amma əgər bu sözlər ancaq söz olaraq ağzımızdan çıxıb havada əriyirsə, bu sadəcə sözdür. Yox, əgər bu niyyətdir, bu insanın ürəyində dəyişilməz olan bir qərardırsa, o da mən deyərdim, bu sözlərin həyatınıza böyük bir təsiri olacaq. Çünki əgər bu sözlərə dərin məna verdiyimiz halda biz müqəddəs kitabı həyatımıza rəhbər tutmağa başlayacağıq. Və biz deyəcək, ya Rəbb, sənin sözünlə idarə edilmək istəyirəm. Çünki bilirəm sən sadiqsən. Bilirəm sənin mənə olan münasibətin yaxşıdır və mən sənə öz həyatında yer verməyi bununla göstərirəm. Sənin kəlamınla yaşamaq ilə. Sənin kəlamını həyatımda rəhbər tutmaq ilə, münasibətlərdə, planlarımı quranda, həyata baxdıqda mən bunu etmək istəyirəm. Biz bilirik ki, bizi özünə şərik olmağa çağıran Allah öz tərəfindən sədaqətlidir, sadiqdir, bol məhəbbətlidir. Və bizim hər yaxşı iş üçün, təmin edilməyimiz üçün hər şey təşkil edən Allahdır. Bizim bir yaxşı iş görmək üçün təmin edən Allahdır. Və biz ibadətlərimizdə məhz bunu öyrənirik. Biz necə Allahla ortaq həyat yaşaya bilərik? Birgə yaşama necə olur bizim həyatımızda? Və biz ancaq Allah ilə birgə yaşamağa dəvət edilməmişik. Çünki Allah istəmir ki, ona aid olan, onun adı ilə çağırılan övladları pərəkəndə olsunlar, fərdi qalsınlar. Allah öz övladlarını, cəmiyyətlərini toplayır ki, həmin o cəmiyyətində hər bir kəs digərinə xidmət etmiş olsun. Tənhalıq hissindən insanları, xüsusilə də onun adına iman edənlərin azadlıq yolunu bununla göstərir ki, bir cəmiyyətdə bir-birimizin qayğısına qalmağı bacaraq. Bir-birimiz üçün dua edək, bir-birimizə məhəbbətlə paylaşaq. Həftə ərzində olan görüşlərimizdə məhz biz bunu məşq edirik və bizim həftə ərzində gənclər görüşləri olur, qadınlar üçün görüşləri olur, kişilərin görüşləri olur. Bunlar hamısı faydalıdır. Bizim tədris günlərimiz olur, dua görüşlərimiz olur və bütün bunlar hamısı bizim üçün bir imkandır öyrənməyə, birgə yaşamağa. Biz bir yerdə necə yaşaya bilərik? Və biz bir cəmiyyətə aid olduğumuz halda və bir var olan Allaha, səmavi ata dediyimiz halda bizim bir-birimizə bacı və qardaş münasibəti necə olmalıdır? Biz bunu haradan öyrənə bilərik? Öz dünyada olan təcrübələrimizdən, yoxsa müqəddəs kitab bizə öyrətdiyi münasibətlərdən? Biz müqəddəs kitabdan öyrənirik ki, bizim münasibətlərimiz necə olmalıdır. Biz bir-birimizə necə davranmalıyıq və bizim birgə yaşamağımız nəyin üzərində qurulmalıdır.
Əlbəttə ki, bizim ümumi toplaşmalarımızdan da savayı bizim fərdi, hər birimizin evdə etdiyi ibadətlər var. Və hər birimiz evlərdə biz öz dualarımızı edirik, hə? Hər birimiz evlərimizdə biz müqəddəs yazıları oxuyuruq. Buna şəxsi ibadət də deyə bilərik, şəxsi vaxt da deyə bilərik. Və mən deyərdim və sizi ruhlandırmaq istəyirəm ki, mütləq şəkildə bunları edin. Ümumi toplantılara gəlməyiniz bu vaxtı əvəz edən deyil. Bunlar bir-birlərini tamamlayandır. Bu fikir aydındır. Yəni bunlar belə seçici deyil ki, ya mən ümumi gəlim, ümumi toplantılarda dua edim, ya da evdə fərdi şəkildə dua edim. Mən ümumi toplantılara gəlim, kəlamı burada dinləyim, ya da evdə müqəddəs kitabı oxuyum. Bunlar əvəz edici hərəkətlər deyil. Bunlar bir-birini tamamlayan hərəkətlərdir. Ümid edirəm fikirlərim aydındır, nəyi demək istəyirəm və sizi bunda həvəsləndirmək, ruhlandırmaq istəyirəm. Bu iş gördüyünüzə görə tərifləmək istəyirəm ki, evlərinizdə dualarınızı kesməyin. Mütləq dua edin. Kəlamı öyrənməyə davam edin. Nəinki oxuyan olan, hansı ki kəlamdan xəbərdar olsun, öyrənən olun ki, çünki müqəddəs kitaba yanaşmağımız da sonrakı hərəkətləri müəyyən edir. Əgər müqəddəs kitaba sadəcə bir oxucu kimi müraciət ediriksə, gözəl hadisələri bəhs edəndir və yüksək insan keyfiyyətləri barəsində danışan bir topludur. Doğrudan da bu kitabı oxuyanda istəyərdim ətrafımda bütün insanlar bu keyfiyyətlərə malik olsunlar. Mehriban, sevən, xain olmayan, məhəbbətlə bol olan, səni dəstəkləyən, sənin çətin günlərində sənə şərik olan, sənin sevincinə şərik olan, o da nə gözəldir belə insanların ətrafında olmaq. Müqəddəs kitab isə bizə öyrədir. Sən belə insan ol. Sən belə insan ol, ətrafında olan insanlar üçün müqəddəs yazılar bizim ruhumuza, canımıza gündəlik verən qidadır. Və əgər biz Allahın sözünə bir qida kimi bizim ruhani qidamız olaraq müraciət etmiriksə, mən deyirəm bizə çətin olacaq. Müxtəlif fikirlər, müxtəlif düşüncələr, müxtəlif istiqamətlərdə bizi aparacaq. Bazar günləri isə mən deyərdim bu fərqli, onlardan, biz gördüyümüz işlərdən daha fərqli bir gündür. Allahın xalqının bir yerdə toplaşması. Və biz bir yerdə toplaşanda biz birlikdə Məsih İsa'nın günaha qalib gəlib, onun adına iman edənləri günahdan satın alınmasını qeyd edirik. Biz bərabər gəldikdə biz xilasımızı qeyd edirik. Biz Məsih İsa'nın ölülər arasından dirildiyini bərabər bazar günü toplaşanda qeyd edirik. Ona görə bəzi dillərdə, xalqların dilində bu günə dirilmə günü də deyirlər. Çünki cəmiyyət dirilməni qeyd edir. Məsih ölümə qalib gəldi. Və biz də zəfər həyatını yaşayırıq. Məsih zəfər çaldığı kimi, o zəfəri onun adına iman edənlərə verdi ki, biz həyat çətinliklərindən qorxan insanlar olmayaq. Ölüm fikri bizi qorxudan olmasın. Biz bilirik ki, ölümdən sonra da, burada cismani dünyada ölümdən sonra da həyat var. Və bu həyat Məsih İsa'ya iman edənlərə əbədi həyat kimi, Allahın padşahlığı kimi irs olaraq verilir. Və biz bərabər burada yığışanda bu bizim Allaha olan münasibətimizin bir görünən formasıdır. Çünki biz burada birgə yaşamağımızı və Allah ilə birgə yaşamağımızı nümayiş etdirib göstəririk. Və bunlar vacibdir. İstəyərdim sizə bu barədə Aydın Tozanın bir fikri var, onu səsləndirim. Çox yaxşı müəllifdir və onun bir çox kitablarında məhz bu fikri səsləndirir, çünki bunun vacib olduğunu qeyd etmək istəyir. Məsihçi həyatının mərkəzində Allahla şəxsi və davamlı münasibət dayanır. Məsihçinin həyatının mərkəzində Allah ilə şəxsi və davamlı münasibət dayanır. Allah bizə bu münasibətə çağırıb. Şəxsi münasibət və bu münasibət birdəfəlik olmasın. Hansısa bir məsələnin həlli üçün də olmasın. Həyatının hansısa bir mərhələsi üçün də olmasın. Sənin bütün ömrü boyu və Allahın verdiyi vədə əsasən ancaq sənin həyatın üçün də deyil, amma sənin övladların, övladlarının övladı
və onlardan törəyənlər üçün olsun. Nə qədər Allah bu barədə düşünür. Nə qədər Allah bu barədə düşünür. Və bizə Məsih İsa'da bəxş etdiyi xeyir-dua ancaq bizə nəsib olmasını istəmir. Amma bizim vasitəmizlə də ətrafımızda olan insanlara, ailə üzvlərimizə və övladlarımıza da nəsib olmasını istəyir. Allah yaxşıdır. Və Allahın bizə olan münasibəti yaxşıdır. Birlikdə biz burada toplaşanda biz bir-birimizə qayğımızı biz necə göstəririk? Bir-birimizin ehtiyacına diqqətli olmaqla. Bir-birimizin ehtiyaclarına diqqətli oluruq. Sadəcə eşitdik, unutduq və getdik deyil. Eşidirik və onlar üçün dua edirik. Bu nə qədər vacibdir. Xüsusilə indi müasir zamanda haçan insanlar hər şey etməyə tələsirlər. Zaman heç nəyə çatmır. Hətta başqasının ağrısına belə ürək yanğısı göstərməyə, diqqət göstərməyə insanlara vaxtı çatmır. Biz isə ayaq saxlayıb dinləyirik və onlar üçün dua edirik. Və nəinki ümumi yığıncaqlarımızda biz onları yada salıb dua edirik, biz evdə olanda da onların ehtiyaclarını xatırlayıb onlar üçün davamlı dua edirik. Bu birgə yaşamağın göstəricisidir, qayğı göstərmək. Biz bərabər yığışanda etibar etməyi öyrənirik. Nə qədər çətindir də etibar etməyi. Kiməsə sirrini verdin, kiməsə dərdini açdın, o da getdi Instagramda post etdi. Aləmə car çəkdir. Hə? Biz öyrənirik etibar etməyi. Biz öyrənirik etibar etməyi. Və öz ürəyimizdə o ağrıları, bizə ağırlıq və yük kimi gələnləri, həyatımızda üzləşdiyi çətinlikləri etibar etdiyimiz insanlara bölüşürük ki, onları öz həyatımıza dəvət etmək üçün. İstəyirik ki, biz üzləşdiklərimizlə də etibar etdiyimiz insanlar da xəbərdar olsunlar, şərik olsunlar bizim həyatımıza. Bunu biz dualarımızda özümüz üçün edirik və bunu başqaları üçün vəsatət edəndə edirik. Biz Allaha eyni münasibəti göstərməyə öyrənirik və biz ətrafımızda olan, eyni düşüncədə olan bacılarımıza və qardaşlarımıza eyni münasibətdə yaşamağı öyrənirik. Və bu vacibdir. Buna ehtiyac var. Biz bərabər ilahilər oxuyanda Allahımıza tərənnüm edirik və o tərənnüm maraqlı bir hisslər yaradır bizdə. Xüsusi bir minnətdarlıq, xüsusi bir ehtiram, xüsusi bir sevinç və o sevincin haradan gəlib və haraya getdiyini bəzən də tuta bilmirik, amma sevinirik. Bilirsiniz niyə sevinirik? Çünki vaxtilə itkin idik. Rəbb bizi tapdı. Allah, Allah desək də, amma Allahsız idik. Allah özünü bizə aşkar etdi. O özünü bizə aşkar etmək ilə bizə xüsusi bir sevinç verdi və o sevinci heç nə ilə dəyişmək mümkün deyil. Heç nə o sevincin əvəzini yerini ala bilməyəcək. Ona görə sizə bir tövsiyəm və xahişim, heç kimə və heç nəyə bu sevinci dəyişdirməyin. Heç bir şərt ilə. Rəbb öz vədlərini bizə verdi, onu bizə nəsib etdi ki, biz onun vədləri ilə xeyir-dua alan insanlar olaq. Allahın kəlamını nə qədər çox dinləyiriksə, Allahın kəlamını nə qədər çox öyrəniriksə, o bizi məhz bu istiqamətdə getməyə kömək eləyir. Bizim düşüncələrimizi yeniləyir. Və bilirsiniz nə baş verir? Allahın kəlamını davamlı öyrənməkdə bizim mənəvi keyfiyyətlərimiz dəyişilməyə başlayır. Allahın sözü bizə güclü təsir edir. Mənəvi keyfiyyətlər başlayır dəyişilməyə. Artıq dava axtaran insanlar olmuruq, bağışlamağa meyil göstəririk. Artıq qısas hissi ilə özümüzü incidənlər deyilik, amma ki, sülh yollarını axtaranlar oluruq. Artıq başa düşürük ki, birgə yaşamaq, Allah ilə şərik olmaq nə deməkdir? Hər şeyi onun ixtiyarına verməyi öyrənmək. Və ən böyük tədris hansını ki, biz burada alırıq, nəticələri dualarımızın, xahişlərimizin, gözləntilərimizin nəticələrini Allahın ixtiyarına vermək.
Biz arzulayırıq ki, biz istədiyimiz kimi olsun. Çünki fikirləşirik ki, bizim istədiyimiz budur və bunu əldə etdikdə məmnun olub xoşbəxt olacağıq. Bax, həmin o hissi də Allaha etibar et. Və biz bunu etməyə davam edirik. Bilirsiniz necə? Dualarda xüsusi sözlərdən istifadə edərək. O sözləri xatırlayırsınız? Hər bir duanın sonunda bizim əzbər dediyimiz sözlərdir. Ya Rəbb, mənim deyil, qoy sənin iradən olsun. Hətta mənim istəyim, fikirləşirəm, bu yaxşıdır. O barədə düşünəndə xüsusi bir istilik gəlir, rahatlıq gəlir və deyirsən ki, bax, onda xoşbəxt olacam. Onu da deyirsən ki, Rəbb sənə verirəm. Bəlkə mən xoşbəxtlik saydığım bu fikir səhvdir. Sənin iradən isə yaxşıdır. Sənə etibar etmək istəyirəm, sənə güvənmək istəyirəm. İstəyərdim növbəti bir ayəni sizin diqqətinizə gətirim və fikirləşirəm ki, bu ayədə də çox yaxşı və dərin, dəyərli mənalar var. Hansı ki, Efeslər məktubu 2-ci fəsil 19-cu ayədə yazılıb. Diqqət yetirin. Deməli, artıq yad və qərib deyilsiniz. Siz müqəddəslərlə birgə vətəndaş və Allah ailəsinin üzvüsünüz. Maraqlıdır. İlk müraciət elədiyimiz ayədə Allah sadiqdir. Və Allah sadiq olan Allah bizi oğlu İsa Məsih ilə şərik olmağa çağırıb. O bizi dəvət edib ki, biz həyatımızı Məsih ilə paylaşmağı öyrənək. Növbəti ayəni hansıdan ki, biz müraciət edirik bu günləri? Deməli, yad və qərib deyilsən. Və mən deyirəm, necə də maraqlıdır ki, bir-birinə oxşar sözlərdir, yad və qərib və eyni zamanda da fərqli bir mənalar verəndir. Yad sözü, yəni Allaha aid olmayan, vədlərindən uzaq olan, lütfündən kənar qalan deməkdir. Tamamilə yaddır. Və bir zaman da biz də Allahın əhdlərindən uzaq idik. Allahın xalqına aid deyildik. Lakin Məsih vasitəsilə artıq Allahın padşahlığında yad deyilik. Amin. Məsih sayəsində artıq yad deyilik. Qərib sözü də yad sözünə sanki yaxın gəlir, amma qərib müvəqqəti sakin. Müvəqqəti sakin. Yəni daim olmayan, qonaq qismində gələn. Və Allah bizi dəvət edəndə qonaq qismində bizi dəvət etmir ki, müvəqqəti gəl. Mən səni 2 illik özümə dəvət edirəm, 10 günlük dəvət edirəm, yarım saatlıq qonaq dəvət edirəm səni. Gəl mənim ailəmin içində ol, mənim balalarımla tanış ol və sənin zamanın bitəndə deyəcəm buranı tərk et. Allah bizi müvəqqəti dəvət etməyib. O bizi qonaq qismində dəvət etməyib. Hansıların ki, daimi hüquqları yoxdur. O bizi hüquqi bir şəxs kimi çağırıb. Məsih İsa'ya iman edən artıq Allahın evində qonaq deyil. O, ev sahibinin ailə üzvüdür. Amin. Allaha aid olan artıq yad deyil. Artıq qonaq qismində də deyil. O, Allahın ev sakinlərindən biridir. Maraqlıdır. Bu, Allahın bizə Məsih İsa'da göstərdiyi münasibətdir və bu münasibət ilə Allah göstərir ki, onun bizə verdiyi Məsihdə dəvət, o bizim bütün ömrümüzü əhatə edəndir. Tamamilə bizə hüquq və səlahiyyət verməklədir. O istəyir ki, biz başa düşək, biz anlayaq ki, o bizi özü ilə canlı və diri ünsiyyətə dəvət edib. O dəvət edib ki, biz müqəddəslərlə birlikdə vətəndaş və Allahın ailəsinin üzvü olaq. Necə maraqlı sözlərdir. Sadə səslənir, amma o sözləri diqqətlə oxuyanda nə qədər dərin məna verəndir. Birgə vətəndaş olmaq. Xatırlayırsınız, ibadəti başlayanda birgə yaşamaq barəsində sizinlə danışıram. Allah bizi çağırmayıb ki, biz pərəkəndə yaşayaq. İbadətimi edirəm, Allahı tanıyıram, kəlamı evdə oxuyuram. Allah çağırıb ki, biz birgə yaşamağı öyrənək. Allah çağırıb ki, biz tək qalan, öz məsələlərini tənha həll edən insanlar olmayaq. Bizi Allah öz ailəsinə dəvət edib ki, onun padşahlığında, onun evində biz sakin olaq. Nə maraqlı sözdür, Allahın ailəsinin üzvü olmaq. Oikos sözü çox istifadə edilir
bu sözlərdən çox istifadə edilir ki, evin adamı, ailə üzvü. Təsəvvür edirsiniz sözün mənası nədir? Allah bizi belə çağırır. Sən Allahın ailəsinin üzvüsən. Allahın ev əhlindənsən. Allaha aid edilənsən. Nə qədər dəyərli və qiymətli sözlərdir, hansılar ki, Allah bizə ötürür müqəddəs kitab vasitəsilə və bununla da istəyir bizi başa salsın ki, onun bizə verdiyi əhdlər hüquqi olaraq bizə aid edilir. Bilirsiniz, müqəddəs kitabda Allahın özü tərəfindən dediyi 7487 əhd var. Hansın ki, Allah əhd verir, özü deyir ki, bunu sənə edirəm və bütün bu vədləri Allah bizə nəsib edir. Niyə? Çünki biz artıq yad və qərib deyilik. Çünki biz müqəddəslərlə birlikdə Allahın ailə üzvləriyik. Məhz buna görə də Allah bütün vədlərini bizə nəsib edir ki, bizim həyatımıza xeyir-dua ilə gəlsin. Bizim həyatımızı xeyir-dualandırsın və həyatımızda ala biləcəyimiz ən böyük xeyir-dua Allahı öz həyatımızda yer verməyimizdir. Bizdən öncə yaşayanların həyatlarına biz diqqət yetiririk, onlardan öyrənirik. Onlar həyatlarında üzləşdikləri məsələlərdən özümüzə ibrət götürürük. Bu o demək deyil ki, onların yaşadıqlarını biz yaşayacağıq. Yox. Amma o deməkdir ki, onlar üzləşdiyi hər bir məsələdə Allaha hansı münasibət bəslədilərsə, o münasibəti özümüzə örnək götürməyi bacaraq. Onlardan bunu öyrənək ki, onlar Allaha etibar edib güvəndilər. Biz onlar barəsində oxuyanda sanki güclü, poladdan düzəldilmiş bir insanları təsvir edirik. Onları müqəddəs kitab iman qəhrəmanları adlandırır və qəhrəman sözü gələndə hansısa bir şücaətli, bir cangavər, peşəkar döyüşçü gözümüzün qabağına gəlir. Amma onlar bizim kimi sadə insanlardılar. Onlar bizim kimi sadə insanlar idilər və onlar da bizim kimi bəzən tərəddüd edirdilər. Onlar da bəzən şübhə edirlər və mən deyirəm, İbrahim Peyğəmbərin həyatında həmin o an olanda Allahın ona verdiyi vəddən 20 il keçmişdi. Hələ yerinə yetməmişdi. 20 il. Bizdə deyirik, bir igidin ömrüdür. Bizdə belə deyirlər, hə? Uzun müddətdən sonra Allah İbrahimlə danışanda çox maraqlı bir sözlərdən istifadə edilir orada. Allah İbrahimə and verir. Sözümü dəyişmirəm. Sözümü dəyişmirəm. Bu mənim sənə olan münasibətimdir. İnanılmazdır. İnanılmazdır. Allahın münasibəti inanılmazdır. Allahın bizim düşdüyümüz vəziyyətdə demir ki, qalx mənim səviyyəmə. Demir, müqəddəs ol, mən səni qəbul edəcəm. Demir, salih ol və mən səni salihlərin sırasına salacam. Elə demir. O deyir ki, haraya düşsən belə və düşdüyün yerdə dərin quyu olsa belə, gəlib oradan səni çıxardacam. Üstü başın çirkəb olsa belə, səni təmizləyib saflaşdıracam. Əlindən tutub, müqəddəslərin yolu ilə getməyi səni öyrədəcəm. Salihlərin aqibətini yaşayırsan deyə. Allahın münasibəti inanılmazdır. Və biz müqəddəs kitaba baxanda Allah məhz bu münasibəti bizə öyrədir. Və bəs bu münasibətdə qalmağımız üçün isə Allah öz kəlamını bizə verir ki, biz onun kəlamına əsaslanaraq ömrümüzü yaşamağı bacaraq. Efeslərin məktubunu oxumağa davam eləsək, növbəti ayələr 2-ci fəsildə 20 və 21-dir. Həvarilərlə peyğəmbərlərin təməli üzərində tikilmisiniz. Güşədaşı isə Məsih İsa özüdür. Bütün bina onun üzərində birləşərək Rəbbə aid müqəddəs məbəd olmaq üçün ucalır. Maraqlıdır. Allah bizi birgə yaşamağa dəvət edir. Allah bizi öz ailəsinə salır və biz onun ailəsinə aid olduğumuza görə biz öyrənirik birgə yaşamağı. Biz Məsih ilə şərik olmağı öyrənirik. Biz öz həyatımıza ona yer verməyə öyrənirik. Biz öz həyatımızı onun ixtiyarına təslim etməyə öyrənirik. Ona görə biz dualarımızda onun iradəsini olmasını istəyirik. İnadkar, tərs olmaqdan isə həlim olub Allaha
dualarını edərək Allahı gözləmək nə qədər yaxşıdır. Biz öyrənirik bunu. Çünki adları müqəddəs kitaba düşmüş iman qəhrəmanları bunda öz şücaətlərini göstərdilər. Onların imanı məhz burada idi. Allaha öz həyatlarında yer verməkdə. Allahsız heç bir iş görməməkdə. Necə edə bilərik ki, biz də Allahsız iş görməyək? 20-ci və 21-ci ayələr buna bizə işarə edir. Həvvarilərin və peyğəmbərlərin təlimi üzərində tikilirsiniz. Bunun üzərində tikilirsiniz. Maraqlıdır. Allah istəyir ki, biz bütün həyatımızı onun verdiyi kəlama əsasən tikək. Vahid bir plan. Allahın bir planı hamımızın həyatında və bilirsiniz, tikilmə sözündə istifadə edəndə burada bir zaman göstərilir. Deməli, bu zəhmət və zaman tələb edəndir. Bəzən biz tələsirik, bəzən bəzi şeylərin tez olmasını istəyirik, xüsusilə də başqalarından. Başqalarının dəyişilməyini anı gözləyirik. Özümüzə isə qarşı Allahdan səbir diləyirik. Yarab mənə biraz da səbir elə. Bu ətrafdakı insanlar məni başa düşsünlər və mən necə varamsa məni elə qəbul etməyə bacarsınlar. Amma nə üçünsə hətta sevdiyimiz insanlar bunu etməyə bacarmır. Ani dəyişikliklər. Tez olsun, indi olsun. Amma isə bu zaman tələb edəndir. Bu zəhmət tələb edəndir. Və zəhmət deyəndə mən bunu nəzərdə tuturam. Məsih İsa'ya həyatında yer ver. Yer ver ona. Necə yer verməyə bacara bilərsə? Allahın kəlamını gündəlik öyrənməklə. Əgər Allahın kəlamını gündəlik öyrənməsək, Allahın kəlamını gündəlik öz həyatımıza alıb bu sözə görə yaşamağımızı istəməsək, onda mən Allaha öz həyatımı təslim etdim, sadəcə gözəl səslənən bir söz olacaq. Sadəcə gözəl bir söz. Və biz gözəl sözləri divarlara yazırıq, biz onları çərçivələrə alırıq, istəyirik ki, yaxşı ayələr həmişə gözümüzün qabağında olsun. O gözəl səslənən ayələr bizim gözümüzün qabağında olması ilə həyatımız dəyişilə bilməz, əgər o ayələri ürəyimizdə yer vermiş olmasaq. Allah, Allah deməklə həyatımızda hər hansı bir Allahın fəaliyyətini arzulamaq yaxşıdır. Amma Allah qarşısında təslim olunmuş həyat yaşamaq ondan da yaxşıdır. Bizdə yaxşı söz deyirlər, halva, halva deməklə ağız şirin olmur. Biz belə sözdən istifadə edirik. Çünki bilirik, nə qədər tez-tez desək, nə qədər ucadan desək, yenə də şirin olmur. Ona görə bizim Allaha müraciətimiz, bizim Allaha münasibətimiz, bizim Allaha etdiyimiz ibadətlər qoy ancaq şirdilmiş və yaxud da ki, gözəl səslənən sözlərdən ibarət olmasın. Sakit ruhda, Allahı sevən qəlbdə, Allaha aid olduğuna görə məmnun və sevincli ruhda olsun. Allahın kəlamını oxuyanda Allah ilə görüş imkanı əldə etmiş olar. Böyük bir sevinc ilə, böyük bir istək ilə Allaha müraciət edək. İstəyərdim bu cümlələri İlham bizi üçün oxusun. Başqa yerə getim, üzr istəyirəm. Biz Allahın ailəsinə qəbul edilmişik. Həvarilərin və peyğəmbərlərin qoyduğu müqəddəs kitab təməli üzərində dayanırıq. Məsih bizim güşədaşımızdır. Allah bizi bir-birimizə uyğunlaşdırır. Birlikdə Allahın yaşadığı müqəddəs məbədə çevrilirik. Memarımız Rəbb Allahdır. Biz ayrı-ayrı daşlar kimi deyil, Məsihin üzərində birləşən müqəddəs məbəd kimi yaşamağa çağırılmışıq. Məsihdən uzaqlaşan kilsə istiqamətini itirər, amma Məsihə bağlı qalan kilsə böyüyər, möhkəmlənər və Allahın izzətini əks etdirər. Və mən arzu edirəm bizim cəmiyyətimiz üçün biz Məsihdən uzaqlaşan olmayaq, amma Məsih ilə bərabər yaşayan bir cəmiyyət olaq. Həmişə Məsihə yer verək ibadətlərimizdə. Bu o zaman mümkün ola bilər ki, hər birimiz ayrı-ayrılıqda bunu yaşamış olaq. Hər birimiz ayrı-ayrılıqda o parçaları ümumi toplantılara getirək və bir-birimizə xidmət etməkdə, bir-birimizə məhəbbəti göstərməkdə
tələsən insanlar olaq. Qarşılayaq bir-birimizi bu işdə. Bugünə ibadətə ayırdığımız vaxt bitir və sonda istəyərdim John Stott'un o Living Church kitabı var, Yaşayan Kilsə kitabında bir cümləsini diqqətinizə gətirin və bununla da ibadətimizi bitirəcəyik. Məsihçi olmaq yalnız Məsihlə şəxsi münasibət deyil, eyni zamanda Məsihin xalqına mənsub olmaqdır. Maraqlı fikirlərdir. Məsihçi olmaq sadəcə şəxsi münasibətlə kifayətlənmir. Orada var. Şəxsi münasibət vacibdir. Allah isə bizi tək şəxsi münasibətdə deyil, amma xalqı ilə birgə yaşamağa çağırır. Biz birlikdə, bir yerdə olanda Allah öz izzətini bizim aramızda göstərir. Ona görə də Məsihin xalqına mənsub olmağımızı da unutmayaq. Qoy Rəbb sizə xeyir dua versin. Rəbbin lütfü bu həftəsinin üzərinizdə olsun və ibadətlərinizi davam edin. Yaxşı? Kəlam oxuyub dua etməyə davam edin. Qoy Rəbb sizinlə olsun. Bugünə bu qədər.